dəstə 120 min insan var idi, yazırlar tarixdə. Peyğəmbərlə bircə həcdən qayıdırlar. Bir dənə həssas nöqtə qərar verib Allah. O həssas nöqtə imkan vermir adam öz həqiqətini gizlətsin. Bütün ibadətlər pislikləri gizlədə bilir. Amma bir nöqtədir ki, qiyamətə qədər bu insanların kimliyini üzə çıxartmaq üçündür. Dedi ki, diyanın indi göstərim sizə. Ya Rasulallah, de cəmaata. Çağırır cəmaatın içindən Həzrət Əlini. Bir kəlmə ki, dedi, mən kuntu mövla, fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Cümlə bitdi, artıq reaksiyalar başladı. Namaz arxasında gizlədilə bilən çirkinliklər burada diyana bilmədi. Allah vilayəti bunun üçün qərar verib. Əleyhissalam bu haqqın meyarıdır. Əlinin mövlalığını qəbul eləməməklə nəyə göstərdilər ki, Peyğəmbəri qəbul eləməmişdilər.